Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz bu günlər sizinlə ABC Akademiyanın biologiya test toplusundan sınaq 10 günü testlərinin izahını verəcəyik. Başlayırıq. Demək, birinci sualdan. Bizə deyir ki, həm boğmayaqlar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklər hansılardır? Biz burada demişdik ki, SMS şəklində götürürük. S səpkiri yatalaq, M malyariya, S sarı qızdırma. Bu olurdu yalnız boğmayaqlar vasitəsilə, həm boğmayaqlar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklər Taun və tulyaremiya olurdu. TT də demişdik buna. Yəni bizim cavab versiyamız olacaq 2, 5, A bəndi. İkinci sual, fotosintez sürətinin havadakı karbon qazının miqdarından asılı qrafiki. Karbon qazı artdıqca artır, müəyyən müddətdən sonra sabit qalır. Yəni cavabımız C bəndi olmuş olacaq. 10-cu sinif dərsliyində fotosintez mövzusunda verilibdir bu. Üçüncü sualda deyir ki, embrional inkişafı mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedir. Deməli, sürünənlər idi, quşlar idi, ilk məməlilər idi. Bu şəkildə olurdu. Demək, cəld kərtənkələ, çöl göyərçini və ördək burun. 1, 4, 5 olacaq bizim cavabımız C bəndi. Dördüncü suala gəldik. Bizə deyir ki, bir arı ailəsi populyasiyasından cəmi 50 fərd götürülmüşdür. Bu fərdlərin əmələ gəlməsində mayalanmada cəmi 66 qamet iştirak eləmişdir. 66-nı bölürəm həmən 2-yə, tapıram ki, 33 dənə dişi fərd var imiş. 50-dən bu 33 çıxanda 33 çıxanda tapıram ki, 17 dənə də erkək fərd var ki, mayalanmadan əmələ gəlməyib də bu. Partenogenezdən əmələ gəlir axı. Bu şəkildədir. Bu fərdlərin hər birinin bir somatik hüceyrəsi götürülərsə, bu hüceyrələrin xromosom dəstlərinin cəmi neçə edər? 33 dənə dişi fərd var. Diploid xromosom yığınına malikdir. 33-ü vuracam 2 n eləyəcək 66 n. Erkək fərd haploid xromosom dəstinə malikdir. Elə 17 n də bu eləmiş olacaq. Bunları cəmlədiyim zaman isə alacağıq 83 n. Bizim cavabımız A bəndi. Dördüncü sualı izah verdik. Gəlirik 5-ci suala. 5-ci sualda bizə deyilir ki, ağciyəri göstərmiş canlı haqqında hansı fikir yanlışdır? Bu nədir? Hörümçəkdir. Kitab şəkilli ağciyəri var idi. Növ sayına görə ən böyük tipin nümayəndəsidir. Bəli, sadə gözlərə malik ola bilər. Bəli, inkişafı dolayı yolla gedə bilər. Hörümçəkdə inkişaf dolayı yolla deyil. Hərək gözləyib bunu. 4 cüt traxeya malik ola bilər. Əqrəblər ola bilər. Boru şəkilli ürəyə malik ola bilər. Bəli, ürəyi boru şəkildə də qarıncığın bel hissəsində yerləşirdi. Həm də doğrudur. Cavabı inkişafı dolayı yolla gedə bilər ifadəsi səhvdir. C variantı götürüləcək cavabımız. D və 6-cı suala gəldik. Cümləni tamamlayın. 4 kameralı ürəyin meydana çıxdığı geoloji dövrdə, bu oldu Trias dövründə ilk məməlilərdə. Toxumlu qıcılar yox olub, bəli. A bəndi deyil, 6-cı sualın cavabı. Arxeopteryx yuradı. İlk yeni yarpaqlı bitkilər daş kömürdü. Stegosefal devondu. Əsl məməlilər təbaşirdi. İki növ sümük iliyi olan sümüklər uzun borlu sümüklərdir. Gövdə skeleti ilə birləşir, xeyr. Qarışıq sümüklərə aiddir, xeyr. Qurşaq skeletinə aiddir, xeyr. Gövdə skeletinə aiddir, xeyr. Yaslı sümüklə birləşmə əmələ gətirə bilər, bəli. Uç sümükləri birləşər çanaq sümükləri ilə, bazu sümükləri birləşir kürək sümükləri ilə. Hər ikisi də yaslıdır bunlar. Cavabımız Y-dir. 8-ci sualda. Sxemdə sual işarəsinin yerinə yazılmalıdır. Hüceyrədə sərbəst amil turşularının sayını azaldır. Bütün hüceyrələrdə olur. Polisom adlanan qruplar şəklində birləşə bilir. Cavabımız ribosom olaraq götürüləcək. B bəndi olur. 8-ci sualın cavabı. 9-cu sual. İnsanın ontogenezi zamanı neçə növ arteriya damarında venoz qan axır? 2 növ arteriya damarında venoz qan axır. Biri ağciyər arteriyasıdır, digəri də göbək arteriyasıdır. Cavabımız B bəndi olacaq 9-cu sualda. 10-cu sualda fərdi seçmə tətbiq olunmaz. Çarpaz tozlanan bitkini tapaq da günəbaxan bitkisi də. Cavabımız Y bəndi.
11-ci sual. Nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. İnterferon virusların təsirinə qarşı insan orqanizmində sintez olunan zülaldır. Cavabımız D bəndi olur 11-ci sualda. 12-ci sualda L-Evin diaqramında rənglənmiş hissəyə uyğun olan ifadəni müəyyən edin. Ümumi degenerasiyanın aramorfozun ortaq xüsusiyyətləri. Orqanizmlərin quruluşu sadələşir ümumi degenerasiyada. Parazit həyat tərzinə keçməklə əlaqədar baş verir ümumi degenerasiya. Bioloji tərəqqiyə səbəb olur hər ikisi. Cavabımız C bəndi. Orqanizmlərin bəzi orqanları yoxa çıxır, qalıq halında qalır, ümumi degenerasiyadır. Quruluşu ümumi yüksəliş aparır, aramorfozdur. Cavabımız C bəndi oldu 12-ci sualda. 13-cü sualda çoxhüceyrəli heyvan orqanizminin yumurtalığında yetişmə zonasının sonunda cəmi 20 ədəd hüceyrə əmələ gəlibsə, maksimum neçə hüceyrə mayalanma zamanı erkək qametlə birləşər? Maksimum 5 dənə hüceyrə. Çünki 20 hüceyrənin 4də biri yumurta hüceyrədir, 4də 3-ü isə yönəltici cisimcikdir. Yumurta hüceyrələr mayalanma qabiliyyətinə malik olduğuna görə 20-nin 4də 1 hissəsi eləyir 5. C bəndi. 14-cü suala yanlış fikri müəyyən edin. Qidalama tipinə görə bakteriyalar avtotrof və heterotrof olurlar. Doğrudur. Hemotrof bakteriyalar qeyri-üzüm maddelərdən üzüm maddə sintez edir. Doğrudur. Bütün fototrof bakteriyalar ətraf mühitə oksigen xaric edir. Xeyr. Yaşıl və qırmızı bakteriyalar xaric etmir. Cavabımız C bəndi. Yanlış olaraq. Parazit bakteriyalar canlılarda xəstəlik törədir. Doğrudur. Saprofit bakteriyalar üzvü qalıqlarla qidalanır. Bu da doğrudur. 15-ci sual. Yaşıl quş mamırının nəsil növbələşməsi hansı bənddə düzgün verilmişdir? Yaşıl quş mamırında ziqotdan qutucuq yaranar, qutucuqdan spor yaranar, spordan proteinema yaranar, proteinemadan yetkin bitki yaranar. Elə doğrudur da cavabımız A bəndi. A bəndi. 16-cı sualda cədvələ əsasən səhv bəndi müəyyən edin. X-da caynaqlar var, pulcuqlar var, lələklər yoxdur. Ha, sürünəndir də bu. X 3 kamera ürəyə malik canlı ola bilər? Bəli, ola bilər. Y-də də deyir ki, X bir qan dövranına malik canlı ola bilər. Ola bilməz axı. Sürünəndə 2 qan dövranı var. Elə 16 cavabımız Y bəndir. Digərlərinə də baxaq. Y-də bir caynaq da var, pulcuq da var, lələk də var. Bu quşdur. Sabit bədən temperaturuna malikdir? Bəli. 2 qat tənəffüs edir? Bəli. Z-də caynaq yoxdur, pulcuq var, lələk yoxdur. Bu da köramal ola bilər, ilan ola bilər. Bu şəkildə də caynağı olmasın. Yəni, sürünənlər simli canlı ola bilər? Bəli, bu da doğrudur. Gəldik 17-ci sual. Biokimyəvi kriteri bəzi hallarda özünü doğrultmur. Bunun əsas səbəbi nədir? Mutasiyalar. Həm də gen mutasiyalarının baş verməsi. Cavabımız olacaq D bəndi 17-ci sualda. 18-ci sualda hansı canlılar işıq enerjisindən istifadə edərək üzüm maddə sintez edir? İşıq enerjisindən istifadə edərək üzüm maddə sintez edirsə, burada biz nağaraqdan fototrofları götürməliyik. Yəni, nüvəsiz fototroflar, yaşıl bakteriya, siyanobakteriya, qırmızı bakteriya, nüvəli fototroflar, yosunlardır, nə bilim, deyək ki, mamırlar, qıcılar, qatılqullar, planlar, çılpaq toxumlar, örtülü toxumlar, yaşıl evqlena, volvox, bunları götürəcəyik. Yəni, ona görə cavabımız 1-5 şəklində olmuş olacaq. 19-cu sualda birinci endoplazmatik şəbəkə və Golgi kompleksi, ikinciyə verim ribosom və hüceyrə mərkəzi, üçüncüyə verir xloroplast və mitokondri. Qruplaşdırılmış orqanoidlər haqqında hansı fikir səhvdir? İkinci qrupdakı orqanoidlər membransız quruluşa malikdir. Bu doğrudur. Birinci qrupdakı orqanoidlər maddələrin daşınmasında iştirak edir. Bəli, endoplazmatik şəbəkə hüceyrə daxilində, Golgi kompleksi hüceyrənin xaricinə. Üçüncü qrupdakı orqanoidlər ATF sintezi baş verə bilər? Bəli, doğrudur. Xloroplastda işıq mərhələdə, mitokondrida isə oksigenli tənəffüsdə. Oksigenli mərhələdə baş verə bilər.
D'də deyir ki, ikinci qrup orqanoidlər jurnal sintez edir. Ribosom edir, amma hüceyrə mərkəzi eləmir. Səhv cavabımız budur. Y'dədir ki, üçüncü qrupdakı orqanoidlər iki membranlı oluşa malikdir. Bu da doğru bir fikir. Davam edirik. 20-ci sualdan. Verilən canlılardan hansı dəri əzələ hissəsinə malik deyil? Dəri əzələ hissəsinə malik deyil deyirsə, baxaq. Burada nə olacaq? Təbii ki, cəmi qurdu olacaq. Neyinir ki, dəri əzələ hissəsinin xaricini örtən çanaq var da onun. Dəri əzələ hissəsinə ehtiyac yoxdur. Deyilməli. 21-ci sual. Hansı göbələklər əsasən taxıllar fəsiləsinin nümayəndələrində parazitlik edir? Aha. Demək, pas göbələyi, çovdar mahnısı göbələyi və sürmə göbələyi. 3, 4, 5. Cavabımız Y bəndi olacaq 21-ci sualda. 22-ci suala gəldik. Qurdular verib, qaraciyər sorusu fərd sayı 5 verildi, sormacıların sayı olacaq 10 dənə. 10 dənə öküz sorterində isə sormacıların sayı olacaq 40 dənə, çünki birində 4 sormacı olur. Cavabımız D bəndi 22-ci sualda. 23-cü sualda triploid xromosom dəstəsinə malik bitkilərin heç bir hüceyrəsində olmur. Triploid xromosom, yəni ali bitkilərdə. Triploid endospermə malik olanda nə olmayacaq? Hüceyrə mərkəzi. Cavabımız C bəndi. 24-cü sualda bizə deyir ki, göl qurbağası haqqında hansı fikir yanlışdır? Maylanması xaricidir, bəli. Ətraflarında barmaqların cəmi 18-dir, bəli. Döş sümük qurşaq skeletinə aiddir, bəli. Üzmə pərdələri 10 ədəd yox, 8 ədəddir. Cavabımız D bəndidir. Ürək mədəciyində ara kəsmə olmur. Doğru bir fikirdir. Sürünəndə olur. Cədvələ əsasən X, Y, Z arasında olan asıllıq hansı vədə doğru verilmişdir? Canlılar veribdir. Ön ətraf qurşağında olan sümüklərin növ sayı. Çöl göyərçinində 3 növdür. Külək, körpücük, qarğa. Göl qurbağasında 4 növdür. Cəld kərtənkələdə isə yenə 3 növdür. Göl qurbağasında bir dənə döş sümüyü artıqdır da, yəni. Ona görə X bərabərdir Z-də, kiçikdir Y-də. Cavabımız olacaq D bəndi. 26-cı sualda verilən ifadələrdən hansı doğrudur? DNT molekulunda timin nukleotid maksimum 3 ədəd rabitənin əmələ gəlməsində iştirak edir. Timin nukleotid maksimum 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edir. Molekulun ortasında olanda. DNT molekulunun yükləşməsi zamanı hidrogen rabitələrin əmələ gəlməsi nəticəsində nukleotidlərin sayından bir vahid az su molekulu ayrılır. Hidrogen rabitələrin əmələ gəlməsi zamanı su ayrılmaz. DNT-də sitozin nukleotidi ilə başa çatan tripletlərdən 15 növ amin turşularının kodlaşmasında iştirak edir. Bəli, bir dənə burada A, T, S-i çıxırıq. Çünki bu amin turşu kodlaşdırılır. Normalda sitozinlə bitən tripletlərin sayını tapmaq üçün 4 üstü 3, 64 növ nukleotid olur. 64 növ triplet olur. Bunları sitozinlə bitəni tapmaq üçün nukleotidlərin növ sayına bölürük. 64 4-ə bölürük. Eləyir 16 növ adeninlə, 16 növ guaninlə, o da 16 növ sitozinlə, 16 növ timinlə bitən tripletlər. Sitozinlə bitənlərdən bir dənə ATS stop tripletdir, amin turşu kodlaşdırmır. Yerdə qalan 15 növü isə amin turşu kodlaşdıracaq. Cavabımız C bəndi 26-cı sualda. Davamına baxaq, D-yə də baxaq. Ölçüsü adenin nukleotidinə bərabər olan nukleotid, yəni sitozin, DNT molekulunda maksimum 4 rabitənin əmələ gəlməsində iştirak edir. Sitozin maksimum 5 rabitəni əmələ gətirir, nukleotid olaraq. Hər bir DNT molekulu adenin ilə başlayıb timin ilə bitir, elə bir qayda da yoxdur. 27-ci sualda hansı qurdun həzm sistemində qidanın hərəkət istiqaməti bir tərəflidir? Yəni ağızdan daxil olur, anal dəlikdən çıxır. Anal dəlik də saf qurdlarda yaranmışdır. Cavabımız uşaq diz quyruğu. Y bəndi. 28-ci sualda yaşıl Evglena Volvoxdan fərqli olaraq miksotrof qidalanır, xeyr. Qamçılarla hərəkət edir, xeyr.
Çoxlu xromatofora sahibdir. Bax, bu ola bilər. Cavabımız C bəndi. Hər iki bir hüceyrədir, hər ikisində ifrazat vakuolu var. 29-cu sualda çoxalması zamanı sürfə mərhələsi olmur. Sürfə mərhələsi olmur. Öküz soruterində olur, qaraciyər sorutusunda olur, soxulcanda olmaz. Foid meduzalarda 2 dənə sürfə var hətta. Uzaq şərq qalmarında sürfə vardı, özünə oxşuyurdu həm də. Cavabımız C bəndi soxulcandır. İnkişafı düzünədir. Yumurtaları qoydu, e, barama əmələ gəldi kəmərdən, qurudu baramaya çevrildi. İçərisində yumurtalardan kiçik-kiçik soxulcanlar əmələ gəldi. 30-cu sualda zolaqlı kərtənkələ haqqında hansı fikir yanlışdır, səhvdir, yəni? Ürəyi 3 kameralıdır. Bəli. Dadbilmə orqanı vardır. E, doğrudur. 2 qan dövranı vardır. Bəli. Onurğası 5 şöbədən ibarətdir. Bəli. Boyun, döş, bel, oma və quyruq şöbədən. İstiqanlı heyvandır. Xeyr. Soyuqqanlı heyvandır. E, bədən temperaturu ətraf mühitin şəraitinə asılı olaraq dəyişə bilir. 31-ci sual. Kirkələr sümüklü balıqların hansı dəstəsinin nümayəndəsidir və təcə əhəmiyyətli olan nümayəndə idi, həm də siyənək kimilərin? Cavabımız C bəli. 32-ci sual. Yanlış fikri tapın. Neştərçə ayrıcinsli heyvandır. Neştərçə ayrıcinslidir, doğrudur. Balıqların qidasını təşkil edir, doğrudur. Onurğalılar yarım tipinin nümayəndəsidir, xeyr. Kəlləsizlər yarım tipinin nümayəndəsidir. Cavabımız C. Xüsusi hiss orqanı yox idi. Bəli, dəri üzərində sadəcə hüceyrələr var ki, işığı qaranlıqdan seçə bilirdi. Deyək ki, qoxu çökəkliyi var idi. Suyun kimyəvi tərkibini hiss edə bilirdi. Yəni bu şəkildə. 100 cütdən çox qəlsəmə yarığına malikdir. Bu da doğru bir fikirdir. 33-cü sualda. Cavidgilin ailəsi ana, ata, bacı və qardaşından ibarətdir. Bu ailə üzvlərinin karyotipində X və Y xromosomların sayı normada hansı nisbətdə olar? Ana XX, ata XY, bacı XX, qardaşı XY və Cavidin özü XY. Nə qədər X oldu? 1, 2, 3, 4, 5, 6, 7 dənə X var və 3 dənə də Y var. 7-nin 3-ə cavabımız Y bəndi olacaq. 34-cü sualda şəklə əsasən verilən fikirlərdən hansı doğrudur? Bu nədir? Cüt artı qövsüz sürünən görürəm mən burada. Bu sol mədəcikdən sağ artı qövsüz çıxıb, bu quşdur. Sol mədəcikdən sol aorta qövsü çıxıbsa, bu da məməlidir. A canlısı soyuqqanlı heyvandır, doğrudur. B canlısında diri bala doğma müşahidə edilə bilər, xeyr. C canlısı əzələli diafraqmaya malikdir, bəli. B canlısı pəncə lüləsinə malik ola bilər. Quşda pəncə lüləsi var da, bəli. A canlısında dəri tənəffüsü əsasdır, xeyr. O suda qurda yaşayan deyil ki. C canlısında dişlər olmur, məməlilərdə dişlər olar. Bu fikir də doğru deyil. Cavabımız 1, 3, 4 A bəndi olacaq. Sualımız da 34-cü sual idi. Gəldik 35-ci suala. Verilmiş qida zəncirində 1-ci və 3-cü dərəcəli konsumentləri birləşdirən ən kiçik sistematik kateqoriya, takson hansıdır? 1-ci konsument çəyirtkədir, 3-cü konsument ilandır. Bunların demək, baxanda aləmləri heyvanlar aləmidir. Aləmlər bölünür yarım aləmə, çoxhüceyrəlilər yarım aləmi. Yarım aləm heç burada verilməyib, yəni. Yarım aləmlər də bölünür tiplərə. Bunların tipləri fərqlidir. Bunları ilə birləşdirir ancaq aləm. Başqa bir şey demək olmaz. Cavabımız Y bəndi olacaq. 36-cı sualda bir DNT molekulunun tərkibində 2 ədəd oksigen atomu olan azotlu əsas olmazsa, yəni ki, timin yoxdur.
Timin yoxdursa DNT molekulunda adenin də yoxdur. Nə qalıb burada? Guanin qalıb, sitozin qalıb da DNT molekulunda. Bu sahədə amin turşu kodlaşdıran neçə triplet olar, neçə növ triplet olar? Növ sözün yazılmalıydı burada. Ədəd olaraq çox da ola bilər. Demək, 2 növ nukleotid var. 2 üstü 3 bərabər 8 növ triplet eləyir. Hamısı da amin turşu kodlaşdırır. Yəni cavabımız B bəndi. 37-ci sualda cədvələ əsasən düzgün mülahizəni seçin. Bitkilər veribdir. Yumurta hüceyrəsi var, yumurtacığı yoxdur, yumurtalığı yoxdur. Yəni çılpaq toxumlu deyil, örtülü toxumlu deyil. Sadəcə yumurta hüceyrəsi var da. X çılpaq toxumlu bitkidir, xeyr. Y-də yumurta hüceyrə var, yumurtacıq var, yumurtalıq yoxdur. Demək ki, Y çılpaq toxumlu bitkidir. İki evli bitki verib, xeyr. Y iki evli deyil. D-də deyib ki, Y erkək qametləri qamçılı bitkidir, xeyr. Sperm adlanır, qamçısızdır. Y-də deyib ki, Y izoqamiya tipli qametləri əmələ gətirir, xeyr. Anizoqamiya tipli qametləri əmələ gətirir Y. Z-də də örtülü toxumlu bitkidir. Həm yumurta hüceyrəsi, həm yumurtacığı, həm də yumurtalığı var. Z iki cinsli çiçəyə malik ola bilər? Bəli, malik ola bilər. Cavabımız C bəndi oldu. 38-ci sualda kərtənkələnin hansı rəqəmlə verilmiş beyin şöbəsi müvazinəti təmin edir? Beyincikdir də müvazinəti təmin edən. Bu da 2 rəqəmi ilə göstərilmişdir. Yəni D bəndi olacaq bizim cavabımız. 1-dən uzun sol beyin, 3-lə orta beyin, 4-lə ön beyin, 5-lə də ara beyin göstərilir. Gəldik 39-cu sualda x plus y ifadəsinin qiymətini tapın. İnsan skeletində yuxarı ətrafların qurşaq hissəsinə birləşən sümüklərin cəmi 3-ə bərabərdir. 2 dənə bazu, 1 dənə döş sümüyü birləşir. Said nahiyəsinə aid olan sümüklərin cəmi 4 dənədir. 2 dənə mil, 2 dənə dirsək. Cəmləyəndə cavabımız edir 7 D bəndi. 40-cı sualda verilmiş fikirlərdən hansı doğrudur? Hörümçəklərin bədəni xitinlə örtülmüşdür? Bəli. Əqrəblər diri bala doğandır? Bəli. Ensefalit xəstəliyini gənələr törətmir, yayır. Cücülərin inkişafı dolayı yolla gedir. Doğrudur. Cüzülərin əksəriyyətində 3 cüt ətraf olur. Əksəriyyətində niyə deyək ki? Amma kitabda da o şəkildə yazmışdı deyəsən cüzülərin əksəriyyətində 3 cüt ətraf olur. Əksəriyyət sözünü yazmışdı deyəsən kitabda. Əslində hamısında 3 cüt ətraf var. Cavabımız 1, 2, 4, 5. Y bəndi olaraq götürək. Bu şəkildə qeyd eləmiş olduq. Belə, əzizlərim, bu dəfəki test izahımızdan da bu qədər. Sağ olun, Allah'a emanet olun, hələlik.